Axı bu uşaqda nə günah görürsünüz? Sülh istəyəni bəyəm 16 il cəzalandırarlar Cəmil bəy. Dəhşət. Bu ağla sığmaz bir şeydir axı. Bunu heç olmasa deyin onun günahı nədədirsə də sübut eləyin. Deyin ki, filan silah anbarını ermənilərə göstərmisən, ya bombalamısan, ermənilərin xeyrinə nəsə eləmirsən ki, sən vətən xainisən. Ona görə də sən, bax bu sübuta yetirilib, ona görə sənə 16 il veririk. İthamla bağlı ona deyərlərsə, ithamla bağlı. Belə hökumət, belə dövlət dünyada, yer üzündə eşitməmişik. 80 yaşım var. Bu yaşa qədər yaşamışam. Belə özbaşınalıq, belə qanunsuzluq, belə vicdanlığını itirmiş adamları görməmişəm. Nifrət olsun belə vicdansızlara. Analara dərd verirsiniz. Övladlara atasız, anasız qoyursunuz. Niyə qorxursunuz? Nədən qorxursunuz? Yeyirsiniz bu hakimiyyəti, bu dövlətin bütün varını, dövlətini yeyirsiniz. Doymursunuz. Haqsızı deyənləri də türmələrə salırsınız ki, mən nə istəyirəm, onu eləyirəm. Siz tutun, danışmayın. Bəhruz Cinayət Məcəlləsinin 274-cü maddəsinə ittiham olunurdu. Mən də çıxış elədim, Bəhruz da çıxış elədi. Deməli, hər ikimiz bəraət verilməsini xahiş elədi. Bildirdi ki, o heç bir cinayət əməli törətməyib. Burada olma səbəbi də Bəhruz izah elədi ki, onun baxışlarıdır. O əslində sülh tərəfdarıdır və heç bir cinayət etməyib. Dövlətə bağlı bir adamdır. Bağlı olmasaydı heç gəlib getməzdi. Yəni heç uzun müddətli Çexiyada yaşayıb. Burayla da bağlı xüsusi əlində hansı bir məxfi sənədlər olmayıb ki, onların vasitəsilə hansı bir cinayət əməl etsin. Heç niyyəti də belə yoxdur. Ancaq bildirdi ki, o alimdir, araşdırmaçıdır, çoxlu məqalələr yazıb, Azərbaycanlılar barədə də yazıb, ermənilər barədə də yazıb, Xocalı soyqırım barədə də yazıb. Yəni çox araşdırma məqalələri var və biz xahiş elədik ki, ona bəraət verilsin. Amma çox təəssüf ki, məhkəmə əslində gözləyirdi. Məhkəmə ittiham hökmü çıxartdı və 15 il müddətdə onun azadlıqdan məhrum etmə cəzası verdi. Bəhruz, yəni biz hazır idik əslində. Bəhruz da yəni bilirdi, aşağı-yuxarı bilirdi ki, belə olacaq. Bəhruz elə keçən 5-ci gündən mən də danışdım, düzdür. Mən Bakı İstintaq Tədqiqatxanasında hələ görüşə bilməmişəm onunla. Deməli, aclıq edib. Elə 5-ci gün burada məhkəmədə bildirdi ki, aclıq edəcək etiraz olaraq. Çünki dövlət ittihamçısı ona 16 il müddətdən azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdi. Hələ də aclıq eləyir, halı yox idi. Məsəl üçün, mən demişdim ki, çıxışını, son sözünü yazılı gətir, yazılı təqdim edir məhkəməyə. Deyir, halım yoxdur, yəni heç halı yox idi. Aclıq hələ davam elətdirir, onu köçürdüblər tibb məntəqəsinə, tibb məntəqəsindədir, ancaq su içir. Əslində, Bəhruz çox deyib, gülən, şən, belə həyatsevər uşaqdır. Bu aclıq edib, həm də 16 il cəza istəyib prokuror, belə tamam ruh düşkünlüyü yaranmışdı onda. Heç gözləməzdim, həmişə deyirik, gülürük, zarafatlaşırıq, amma bir gün həm də artıq 5-ci gündən aclıq edir, ona görə halı yox idi, biraz kefi də yox idi. Amma nənəsini gördü, sizi gördü, biraz gördüm kefi düzəldi.